Çox deyirdin, gedəcəyəm bu verilişdən, gedəcəyəm bəs nə oldu, gəldin ay gəray, cavab ver bizə, abalam. Hə, nə oldu? Deyim də mən, nə olub? İcazə verin. Mən Təbriz müəllimlə cavab verişdə olmamışdım. Dedim bir Təbriz müəllimlə də verişdə oturuyorum, həm də o əsəbi getmişdim axırıncı dəfə. Təbriz müəllimin o pozitivi aldım. Gəldim ekranın qarşısına. Siz bizdən pozitiv almırdınız deməli, eləmi? Mən pozitiv aldım. Gəlib oturmuşam. Təbriz müəllimin xəbəri yoxdur. Oturmuşam mən burada. Deməli, aktrisa çağırıblar. Fəridə rolunu oynayanlar, Fatih. Qıraqdayım mən. Elə söhbət ancaq Fəridə nə gözəlsən, Fatimə nə gözəlsən, elçi gələr, rolu bir oynar. Mən elçi gedirdim, Aydan xanım elçi düşmüşdü. Bir düşündüm ki, ay millət, mən də buradayım. Mən də buradayım. Mən də nəzər alım. Nətər oxudun mahnını? Qəşəng səsiniz var. Sən mənim canım. Bəlkə keçim artıq müğənniliyə, aparıcılığın bir daşına atım. Eləməyin. Hər kəs öz işində gözəl. Amma bilirsiniz də, aparıcı müğənni. İstedadlı insanlar hər sahədə istedadlı olurlar, onu bilirsiniz də. Arada yox, Xəzər axşamında bir də görürsünüz ki, Oxuyursunuz. oxuya bilməyənlərin yerinə, oxuya bilməyənlər gəlir, deyir ki, 3 dənə orada bizdə qəşəng, özdə bizim maşallah olsun, Qəray bilir, Xəzər axşamında redaktor işləyib, işləmədiyi yer qalmayıb, day. Neysə. Başqa mövzudur. Hə. Orada işləməyən mikrofon, deyir işləmir mikrofon. Amma biri işləməsin, ikisi işləmir, üçü işləməsin. Axırda əsəbləşirəm, alıram. Deyirəm, hansı işləmir bu? Və mən oxumağa başlayıram. Görürəm ki, işləyir axı. Belədir. Mal yiyəsini tanıyır bu da olur. Eləmi. Və elə Xəzər axşamından danışmışkən biz xəyanətdən sonra verilişindəyik. Hər birimizin gecəsi xeyirli olsun. O gün çox gözəl bir komanda gəlmişdi. Özümə borc bildim. Çünki sən demə, bu uşaqlar aralarında bir neçəsi var idi. Buradan salamlayıram hər bir kəsi. Danışmaq istəyirəm autizmli uşaqlardan. O qədər mehriban, o qədər istedadlı və belə deyək də, o birliyin adı var. Birgə və Sağlam İctimai Birlik və bu birliyin təsisçisi, direktor Aytan xanım Eynalova. Həmzəni buradan salamlayıram, Aytan xanımın oğlunu. Bizə şirniyyatlar göndərmişdi. Özləri orada çalışırlar. Birinci vitse-prezident Gözəl Mehriban xanım Əliyeva nə qədər dəstəkdir bu insanlara, onlara xüsusi bir yer verib, yer ayırıb. Yəni, bax, orada çalışırlar, o cür uşaqlar işləyir, artıq belə deyək də, əməlli başlı maaş alırlar, necə gözəl diqqət. İnanın ki, buradan Rəşadı salamlayıram, haradasa 18 yaşı var, artıq azala işə götürülüb. Çünki deyir, gözəl mütəxəssisdir. Mən sizə bir şey deyim, görün, nə gözəldir. Autizm bir sindromdur da, bu bir xəstəlik deyil. Autizm bir həyat tərzidir. Mən demədim xəstəlik. Mən görürsünüz ki, dedim autizmli uşaqlar. Bəli. Çünki insanlar çox səhv salırlar bununla bağlı. Autizmin özəlliyi bir sinədədir. İsraildə autizm sistemli uşaqların beynindən xüsusi istifadə olunur. Onların intellektual səviyyəsi həddən sonra yüksək olur. Çox. Əgər doğrudan da uşaqların üzərində yaxşı işlənilsə, çox böyük nəticələr əldə eləmək olar. Təsəvvür edin ki, həmin o Rəşad adında oğlan. Mən niyə deyirəm? Çünki bəzən olur ki, Down sindromlu uşaqlardır, autizmli uşaqlardır. Onlar bizim ürəyimizdir, canımızdır, ciyərimizdir. Bu uşaqların bəzən olur ki, valideynlər deyir, belədir də, xeyr. Təsəvvür edin ki, bir uşaq Sokarda işləyir, bir universitetdə təhsil alır, Sokarda və Azaldan deyiblər ki, buradan Azərbaycan Hava Yollarını da salamlayıram, bütün əməkdaşlarını. Mən o qədər gözəl belə təəssüratdan ayrıldım o verilişdən. Dövlətimiz tərəfindən də bəli, ona görə mən təşəkkür edirəm. Nəyi Azala uşağı götürüblər, artıq 18-19 yaşı var Rəşadın. Orada deməli hüquq bölməsində o çətin belə sənədləşdirmənin operatorudur. Və oradan sonra birliyə təşəkkür göndəriblər ki, varmı belə uşaqlar bir neçəsini göndərin? Çünki bir həftənin içində deyir, o sənədləşdirməni necə elədilərsə, qaydasına saldılarsa, yəni bizdən də ağıllıdılar, bizdən də çevikdilər və bizdən də savadlıdılar. Bravo, mən həqiqətən sevindim. İnsanı yetişdirmək olar.
hamını yetişdirmək olar. Sadəcə olar bunun yolunu bilmək lazımdır, səbirli olmaq lazımdır və valideynlər çox insanları tez üstünə qəbul eləmək düşməlidirlər. lazımdır. Bilirsiniz, bax, logopedlərimiz də hər zaman danışanda deyirlər ki, belə uşaqları tez ortaya çıxardıb, tez onların üzərinə düşmək lazımdır. Gözləməyək ki, danışmır, danışacaq, yerimir, yeriyəcək. Necə, orada kafedə işləyirlər və bir şey də deyim və keçim artıq verilişimizlə bağlı. Mavi Ürəklər xor və ritm qrupu var. Ay, bu uşaqlar orada bir konsert verdilər verilişimdə. Adları da çox gözəldir, Mavi Ürəklər. O qədər gözəl idilər ki, yəni salamlayıram buradan hər bir kəsi. Çox sevdim və söz vermişəm, mütləq gələcəm. Həm sizin birliyə, həm də o kafeyə. Allah qorusun bütün balalarımızı. Dedim, qoy bizim də qatqımız olsun. Gələ bir qəhvə içək orada hazırlayırlar nələrsə. Çox sağ olun. Mən təşəkkür edirəm bu cür insanlara ki, belə uşaqlara həqiqətən də diqqət ayırırlar. Ümumiyyətlə, diqqət hamı sevir. Mütləq. Sizə diqqəti kim ayırır? Birinci növbədə ailəm. Hər şey ailədən başlayır. Ailə, yəni burada Ailəm, həyat həyat yoldaşınızın... yoldaşı, övladım, anam, bacım, yaxınlarım, dostlarım. Yəni, ümumiyyətlə, bizi biz edən ətrafımızdır. Hər şey ətrafdan başlayır. Gəlin o belə həyat yoldaşınızdan deyə, necə diqqət ayırır və bir gün o diqqət olmasa küsərsinizmi, inciyərsinizmi? Ümumiyyətlə, küsmək deyil də, mən araşdırıram, niyə diqqət olmasın? Səbəb nədir? Hər bir şey səbəbi var. Gözəldir də, insan özündə də tapır onda səbəbi. Axtarırsan ki, görək bu nədən irəli gəlir? Niyə tutaq ki, bəlkə günah məndədir, mənə diqqət ayırmadı. Qarşılıqlı olmalıdır. Mütləq. Baxın, biz hər zaman deyirik, Cərəb bəy də dəstəkləyən Gərək gülür. Və biz günahı nə qədər başqa yerdə axtaracaqsa, bir o qədər problem həlsiz qalacaq. Əgər problemi həll eləmək istəyiriksə, mütləq şəkildə özlərimizə düşəni eləməliyik. İndi görək Gəray nə deyir? Gəray nə demək istəyir? Mən nə demək istəyirəm? Mən çox xahiş edirəm, gəlmişəm, mən diqqət ayırımı verim. Belə ona görə diqqətdən... Diqqətdən söhbət çıxdı. Ürəyin istəyir, mən gəlib oturmayalım. Xahiş elədim. Mən xahiş elədimsə... Hər dəfə zamanı olmur, nəzərə alın. Yenə reklam arası gedəsən, yenə Lazım deyil, lazım deyil. Bax, sən bir də reklam arası çıxıb getsən, tamaşaçı başa düşəcək ki, əməli başda rol oynayır. Mən də sevmirəm belə şeyləri. Yox, mən bir şey deyim, baxın. Gəray bəy xarakterli insanlar rol oynama bacarmırlar. Elə bacarır ki, senarist deyil. Senarist ola bilər, beynində təxəyyül ola bilər. Amma emotiv xarakterli olduğuna görə ən az cinayət törədənlər, baxın, bu xarakterlər, həssas, ən cinayət az törədilər. Qeyri-səmimilikdən uzaq dururlar belə insanlar. Bunlar üçün əsasən insan mənəviyyatı çox önəmlidir. Çox maraqlıdır, gərək xaraktercə, küsəyənlik, incimək. Məndə o yoxdur, küsmə qabiliyyəti. Əslində... Özünüzdən küsürsünüz də, prosto küsmək. Mən ən çox istəyərəm ki, o xasiyyətim olsun da. Küsəmək, küsməkmi? Küsmək, nə mənada? Məndə də yoxdur, düz deyir. O çox əslində yaxşı şey deyil. Deyil, Amma deyəcək ki, yaxşıdır, filan beşməkən, vallahi o yaxşı deyil ki, mən sabah bir dənə şey deyəcək, birini də eləyəcək. Ay, sağ ol, sonra adamın təpəsində otururlar. Gəl, incimir də, usta. Küsmək yox, xatırlatmaq lazımdır insanlara. Məsələn? Misal üçün, yanlış eləyirsə demək lazımdır. Susmaq da düzgün deyil, düz deyil Təbriz müəllim. Amma düzgün etik çərçivədə. Tutan, bu söz mənim xoşuma gəlmədi. Yaxşı, küsmək ayrıdır, kin ayrıdır. Kin tam başqa şeydir. Kin odur, sizin travmanıza toxunub, sizi incidib və həmən anda siz cavab verməmisiniz və gözləyirsiniz vaxtı. Nə zaman gələcək, anında mən deyəcəm sözümü, özdə 2 qat, 3 qat. Bu da yanlış bir şey. Mən sizə bir şey deyim. Qadınlarda daha çox olur. Məndə kin yoxdur, düz deyir Günay xanım. Küsmərəm, danışaram, amma onu yadımda saxlayıram. Bir saxla samanı gələr zamanı, o zaman da gələndə gərək hamı, heç nə. 12 ballıq getdi. Xanımlarla zarafat eləmək olmaz, bir sözdə. Ehtiyatlı olmaq lazım. Bugün xardal rəngində geyinmişsiniz. Bugün düşündüm ki, biraz da pozitivliyimi artırım və mən də baxıram. Rənglərin psixologiyası var da, və düşündüm ki, bu rənglə daha əyləncəli, daha pozitiv. Məni pələncə, şirə oxşadan, karikaturasında cızmaqarı edən. Gəldi, təsdiqini tapdı mı? Təsdiqini tapdı. Sizə də xüsusilə də yaraşır. Yaraşır, mən heç bu çaları sevmirəm. Xüsusilə də saç rənginizlə çox gözəl. Qızıl rəng bir sizdə nə rəngdir? Qızıl rəngi sevirəm. Qızıl rəng bir sizdə mənası nədir? Nədir? Qızıl rəng bahalı rəngdir.
Mən Onu ancaq bahalı insanlar sevilər o rəngi. Bahalı Mən qız. sevirəm qızılı rəng bəli. çalarlar. Bəli, Bahalı insanlar rənglərin, sevir o rənglərin rəngi. psixologiyası var ki, orada bir ağ rəng şəffaf sayılır, amma digər rənglərin hər biri kim nəyi sevirsə xarakterində onu göstərə Mən bilir. məsələn gümüşü nəsə olanda özümü narahat hiss edirəm. Bahalı həyata Olmalıdır qızıl. meyillisin. Qırmızı Bax, onu nədir? da Mən yaxşı ki başqa şey meyilli deyiləm. Bu bəs eləyir. Qırmızı cəsarət rəngi. Cəsarət. Əlbəttə. Belə danışdıq, güldük və biz bax bu cür söhbətlərimizlə siz gözəl insanlara pozitivliyi ötürürük. Əslində yazırlar ki, seriala baxırıq da, oradakiləri müzakirə etməyin, elə özünüz danışın. Biz də buna rəğmən həm oradan, həm buradan, həm bizdən, həm sizdən, həm gördüklərimizdən, həm eşitdiklərimizdən burada belə deyək də müzakirə etməyə çalışırıq. Amma bir daha qeyd edim ki, burada bizim mütəxəssislərimiz əyləşir. Tağı müəllim burada olur. Məsəl üçün, Gəray senaristimiz də görək nələr edəcək. Çünki 400-cü bölümə qədər hələ bir neçə seriyamız var. Seriyalar hətta deyərdim. Baxın, Təbriz müəllimin o qəşəng sakit-sakit o yanaşması. Pozitiv yanaşması. Günay xanımın, bəli, pozitiv. Hər şeydə, daşı, rus demişkən, hətta belə də pis nədəsə, onu da pozitiv yanaşmanı bizə öyrədir Təbriz müəllim. Bu gözəl bir şeydir. Elə olmalı. Gözəl baxan, gözəl görər. Hər bir mənfi duyğunun müsbət tərəfi var da. Və gözəl gördüyümüz anda gözəl siqnal göndəririk. İndi bir dəqiqə, mən bax bu serialda nəyi gözəl görüm ki, ora siqnal Onu verir. artıq senaristimizdən Mən deyim soruşun. sizə, burada nəyə gözəl görmək lazımdır? Elə yaşamaq lazımdır ki, onların həyatı kimi olmasın Olmasın, həyatımız. bəli, artıq özümüzdə olur. Pisdən mən çıxardırıq da, nəticə çıxardırıq. Bəli, əslində bəli. senarist də çox güman ki, Məsəl üçün, mənim bacım məqsədi olur. Lalənin ölümünə çox heyfsləndi. Baxdı, mən də yəni evdə idi, izləyirdik və təsəvvür edin ki, ay yazıq qız bir demədi, iki demədi, bir demədi, iki demədi, bəli. Bizim evladlarımız bu vəziyyətə düşürsə, valideynlər səbəbkar olur. Birbaşa. Lalə xanımın təsir dairəsində o qədər təsir edir ki, mənə o veriliş. Hərdən Laləyə deyirəm ki, əjdahasan sən, ki, dözürsən. Mənim əsəblərim, mənim emosional olmağım o veriliş üçün deyil. Yəni, mən tez özümdən çıxaram, bir dənə orada nə qonaq qalar, nə ekspert qalar, aləmi dağıdıb qoyaram. Yəni, baxıram ki, ora qızlar gəlir, analar. Yıxırsınız kişilərin üstünə, inanın ki, birinci təqsir sizdədir. Birinci təqsir analardadır ki, qızlarınız o vəziyyətdədir. Burada kişini, atanı günahlandırmayın. Çox xahiş edirəm. Hərəsinin öz vəzifəsi var. Yox. Birinci anada, əgər ana dünyaya gətiribsə, onları ağuşuna almağı bacarmalıdır. Tərbiyədə birbaşa ana böyük rol ona görə deyək, birbaşa atırsa, kişi belə elədi. Bir də problem bilsiz niyə həll olmur? Bir səbəbə görə. Hamı başqalarını bir günahlandırır. Özündən başlamır. Problem bundadır. Biz atalar daha çox İnsanlar deyə özündən başlasa həll olur. Uğur qazanan kimi deyəcək ki, atanın qanından keçibdi, atadan keçibdi. Amma biraz nəsə olan kimi ananı günahlandır ki, sənin verdiyin tərbiyədir. Əslində ata da lazımı yerdə müdaxilə eləməyi bacarmalıdır uşağa. Yəni tək ananın üstünə atmamalıyıq. Amma tərbiyədə əlbəttə ki, çox böyük rolu analar oynayır. Belə, biz indi keçirik serialımıza. Serialımızda vəziyyət gərgindir. Günü-gündən də gərginləşir. Bilirsiniz ki, Aynur çıxdı, getdi. Yəni, Tural'la Zaur gəlib apardılar. Orada biraz dalaşdılar. Yenə təpişçili altına Əkbər düşdü. Aləm dəydi bir-birinə. İlyas yenə də sevdiyi üçün, həyat yoldaşı olduğu üçün Aynur'un arxasınca getmək istəyir. Bilirsiniz ki, o andaca biz dünən yekunlaşdırdıq. Gəlin o hissəni bir daha izləyək və görək, səhv mi etdi, düz mü etdi? Belə anlarda bəzən olur ya, ailələrdə. Qızı da incidi, çıxdı, getdi, anası deyir, dur ayağa, dur, çıxdıq, getdik. Evdə məsəl üçün qaynana deyir ki, qələt edir, necə gedib, elə də gəlsin. Və yaxud da getdisə, o bir dəfəmlik getsin. Amma həyat yoldaşı bəzən ananı dinləyir, bəzən öz ürəyinə hakim ola bilmir, çıxır, gedir, həyat yoldaşını gətirir. İndi baxaq, sonra biz bu mövzunu davam etdirərik. Boşanma ərizəsi nədir? Ha, keç otur. Söz eşit də, otur. Otur. Qardaş, boşanma ərizəsi verib. Cəhənnəmə verib. Nə cəhənnəmə ondan deməkdir. Bu iki gündə yoxdur, gedib ora. Boşanma ərizəsi verib. Hə, gedib güya nə edəcəksən sən, hə? Heç də gedib ona qandıracam ki, sən səhv eləmsən.
Əşi, özünü alçaltma sən Allah. Hə, siz də iki dənə söz öyrənmisiniz. Allah haqq deyə. Ha, otur yerində. Otur, mənə əsəbləşdirmə, otur yerində. Niyə belə oldu deyə bu? Oğlum, səndən xahiş eləyirəm. Sən də daha yavaş-yavaş bu Aynur məsələsini bağla, bağla. Yo, mən razı olmayacağım. Mən qoymaram boşanmağa. Yox. Boşanacaqsan İlyas. Eşitdin məni, boşanacaqsan. Bizim ailəylə bütün bağlarımız bir dəfəlik qırılmalıdır. Qardaş. Sən nə bilirsiniz sevgin olan şeydir? Bir məqam belə mənim diqqətimi cəlb etdi. Yəqin ki, hamınız sən nə bilirsən sevgi nədir? Bir cürə bir hala düşdü İkram və durdu, çıxdı, getdi. Və cavabsız çıxmağa otaqdan. Senaristimiz elə buradaykən, ümumiyyətlə İkramın həyatında kimsə olub mu əvvəllər? Heç Olub. evli olmadığını bilirik. Olub, əslində bunu deyə bilərəm, belə bir xətti açan bir sir deyil də, Axı, belə nəyisə gərək bizə nüans deyil. Etiraf eləyin. İtiraf edir. Cəvahir bunu bir sevdiyi şəxsi Cəvahir ola imkan verməyib Elə Elə olacaqdı da işlərindən dərimizdən görəcəydik. Cəvahir deyil, bu cəhənnəmdir. Bir şey olur. Məsələn, o həmişə onun yaralı yeridir. Bir yerdə o etiraf eləyəcək, anasına o bütün sözlərin hamısını deyəcək ki, bəs. Yəni içində qalan, ürəyində qalan mən heç vaxt yaralı tərəfini anasının deməmişdim üzünə da, bu vuracaq. sənə görə. Qəribədir, baxın. Ananın verdiyi Günahlandıracaq. travma. Baxın, görün, bax, ana bir dəfə bir o oğlanlarını yığıb, başa düşdü indi İlyası. İkrama demir, ay bala, sən də üzvə bir həyat qur. Get, öldür, Get, vur, yığ, öldür, qır, bəli, dağıt. Və çat. qəribəsi bilsiz nədədir? Baxın, əslində burada bir siqnalı idi ki, istənilən adamın daxilində ülvi sevgi var. Baxmayaraq ki, bu adam öldürür, nə bilim, belə biraz kriminal yanaşması vardı. Amma onun durub oradan getməyi məhz onun daxilində, yəni incəlikdən xəbər verir ki, bu da sevə bilər. Bəli, amma Bu buradan da belə bir dəyişə şey də bilər. ortaya Siz çıxır. də yadıma Vətən düşdü, xanım. can, deyin. Belə bir şey ortaya çıxır. Bəlkə ssenaridə görə bilərik. Bəlkə onun o ayrılmağı sevgilisindən ona o qəddarlığı Babalaydı, ben bilmirəm. O da Senarist ola elə bilər də. Axırda qaşının bilərik, altından onu ancaq axırda bilərik. gülür. Bəlkə- Güləndə də ümumiyyətlə bəbəyinin içini görmürəm gəraydı. Gözləri tir. Gözləri Ümumiyyətlə, tir. mən bir şey oxumuşum. Güləndə gözləri tən insanlar yaxşı insanlardır. Elə hamımız da etdir. Hamımız yaxşıysa. Sən gülün yaxşı. Hamımız elə. Yəni onu da görə Amma bilərik. mən sizə verdiyim kitabım var. Elə oxuya Dördüncü bilmirəm. kitabımda. Hər dəfə Oxuyasınız, xatırlatmayın rahat məni. olmayın. Orada belə gözlər, yumulan gözlər şübhəli gözlərə gedir. Mən çoxdan şübhələnmişdim. Yəni, əgər insan güləndə gözlər Var, çox var, orada yığılırsa, şəkillər, bəli, yığılırsa siz bu artıq gözdən şübhədən tanımaq. xəbər verir. Sən Yəni ilkin özünə mərhələdə ümumiyyətlə şübhələ şübhələ yanaşır. aparırsan. Hətta gəl, sən mənim camı o biri Yox, əlifi mən qaldır. baxdım. Elə o əlifi. Mən baxdım. Əlim çəkdiyinə bax. Bax o qolbağı gah qolbaq kimi taxırsan, gah baş barmağına sarıdır. Bu olmasa rahat olamıram. Sən əsəbisən. Ya əsəbi deyil, Əsəbidir. düşünür Yaradıcı sadəcə. insanlarda olur o. Daha düzgün, boş Düşünür. düşünmək kimi bir Bəli, şeydir. bəli, Bir düşünür də və vərdişdir, araşdırır. yəni. Olmayanda belə olur. Mən Bu bizi Əsəbi birinci- olur. Mən belə olduğuma Üzrsə bu baxmıyorum. bilsiz nəyə bənzəyir? Fortepianoda ifa edə bilirsən. Pianinoda da yəni. Oxumusan onun, təhsilini almısan, yoxsa özün. Ya uşaq vaxtı getmişəm pianinoya, sonradan da evdə də belə də şey. Yəni bacarırsan. Yaradıcılıq deyək. uşaqlıqdan Hə. aşılanıb da ona görə təxəyyül inkişaf eləyib. Dediniz ki, hər bir insan sevir. Bilirsiniz nə yadıma düşdü? Quasimodo'da da Esmeralda'nı sevir. Quasimodo o cür vəziyyətdə. Beynimdə o əsər belə canlandı və sevgi gözəldir, amma da bu vəziyyətdə yox da. İndi baxın görün ki, İlyas təsəvvür edin ki, Aynur'u düşünür, Aynur Zaur'u düşünür və onlar hal-hazırda belə deyək də tet-a-tet əyləşib söhbət edirlər. Sabahki bölüm daha maraqlı olacaq. 387-ci bölüm. Niyə? Çünki Aynur deyir ki, mən ümumiyyətlə sənə layiq bir insan deyiləm. Çünki artıq
yəni həyatımda olan oldu. Hər şey baş verdi. Başıma bu cür hadisələr gəldi. Amma Zaur bilirsiniz ki, sevir. Bəzən doğrudan da qadınlar səhv etsə belə, daha doğrusu, yəni onların həyatında nələrsə olsa belə, hətta elə olur ki, sevən insan, qadın uşaqlı olsa belə onu sevəcək, onunla evlənəcək. Mən bunun bir şahidi olmuşam. Qısa bir şey danışacağım sizə. Bir dənə o hissəyə baxaq. Gəl bu mövzu haqqında sonuncu dəfə danışmış olaq. Görüşdə sonuncu görüşümüz olsun. Niyə də? Çünki mən sənə layiq deyiləm. Mən istəyirəm ki, sənin həyatında təmiz bir insan olsun. Aynur, xahiş edirəm, elə şey fikirləşmə. Mənim üçün əsas olan sənsən. Biz ikimizik. Bundan sonra da nə olur olsun, ancaq ikimiz üçün çalışacağım. Yox da Zaur, yox. Eləmə belə. Mən sənin üzünə baxa bilmirəm. Niyə də, nə olub axı, niyə baxa bilmirsən üzümə? Mən o evdə olanda İlyas mən sənə layiq deyiləm. Baxın, bu vəziyyətdə qarşı tərəf, yəni Zaur onu sevir. Belə mızmızlanmaq da bir şey deyil. Əslində mızmızlanmır, mən bir şey deyim. O siz nədir? Nədir? Mən belə düşünüb, belə yazmışam da. Məsəl üçün, bir növ deyir ki, baxın, mənim həyatımda bu da oldu. Sonra bir period sonra sənə bu təsir eləməsin də. İndi o ki, qəbullanırsan, məni sevirsən. Yəni başına vurma. Hə də sabah üstündən bir 3 il keçəcək, sonra bu anı yadıma salma, sən o evdə olanda sizin aranızda nəsə olub. Bunu bir növ Artıq həyat yolu. həm də bu cür etiraf Yox, eləmiş mən 3 olur. ildən sonra nə olacağımla yaşayıramsa, da niyə yaşayıram? Yox, olur da. 3 ildən sonra bu mənə nə deyəcək? Necə mən elə analiz şeylər eləmişəm çatmır. təbii. Düz yanaşmada əslində burada əsas Mən elə şeylər məsələ fikirləşmirəm. 3 ildən sonra kişi mənə nə deyəcək? burada özgüvən məsələsi var. Baxın, onun başına gələnlər, onun yaşadıqları onun özgüvənini aşağı salıb, həyata ümidini aşağı salıb, ümumiyyətlə onun yanaşma tərzini zəiflədib. Yəni demək olar ki, özünü dəyərləndirməsi yerində deyil. Ona görə də bu insan indidən artıq etiraf elədi ki, etiraf edir və bir də qabaqlayıcı tədbir görür ki, gələcəkdə bu problem yaşamasın. Əslində bir tərəfdən düz eləyir, bir tərəfdən səhv eləyir. Səhv düz eləyir ona görə ki, indi özünü sığortalayır hardasa, bir də biraz da vicdanını rahatlayır ki, istəməzdim belə olsun. Amma səhv eləyir odur ki, yəni sanki onun beyninə atır ki, 3 ildən sonra biz yenə də danışa bilərik bu mövzunu. Əslində o bağlanmalıdır. Bir daha ona geri qayıtmaq lazımdır. Amma Zaur o tipaj deyil. Ümumiyyətlə, həyatda belə olanda deyilməyi daha məsləhətdir də, atıram. Əslində, səmimi olmağa biz tövsiyə edirik, səmimi olasınız. Nə ki, gedib başqa yerdən öyrənib, beyində qara düşüncələrlə yaşayana qədər səmimi olmaq yaxşıdır. Amma hazırlıqlı ol demək lazımdır insana. Yəni, insan onu nə dərəcədə qəbul eləyəcək. Ümumiyyətlə, istəsəz bir şey deyim sizə. Üzr istəyirəm, sual verim elə cavab. Misal üçün də, indi belə deyək, qızları deyək, bu daha qlobaldır da, bizdə oğlanlar gedir, belə deyək, qadın həyatı məsəl üçün kimsə olub, sonra biz sevgi münasib. Bunu deməyi daha məsləhətdir. Mən bir şey deyim sizə, baxın, adi bir də misal gətirib. Belə bir hal baş vermişdi, çox qəribə bir halda, özünüz şok yaşayacaqsınız. Demək, bir ər-arvad bir-birlərini sevirlər, 2 uşaqları var, bir müddət nəsə soyurlar bir-birlərini, amma yenə yaşayırlar da. Bir gün bir xanım dayanır pəncərədən, görür ki, həyətdə bir nəfər məşq eləyir. İdman eləyir və 1-2 idman, baxır, oğlan xoşuna gəlməyə başlayır. Amma hələ sevmir də. Hər gün açıb pəncərəni oğlanı görür, orada idman eləyir. Oğlan da onu oradan baxır. O baxır, bu baxır və bunlarda platonik bir sevgi yaranır. Olmuş hadisədə. Olmuş hadisədə, olmuş. Bizdə mi? Bəli, bəli. Və bu şok bir vəziyyət yaşayır, başlayır bunu sevməyə.
bu bunun üçün dəli kimsə, amma heç vaxt görüşməyib, əli dəyməyib, yaxınlaşmıyıb. Qadın sevməyə başlayır. Kişi də ona baxır, amma bilmir də. Çünki Aha. heç vaxt danışmayıblar axı. Və belə münasibət bir gün dözə bilmir, vicdan əzabından Deyir ərinə. Yoldaşına deyir ki, biz sən belə bir hal baş verib. Gəl köçək bu evdən də, sataq gedək, mən hər dəfə görürəm pis oluram. Richard Gere'in bir Və filmi var mən elə. olmuş, mən sizə deyim, bəli, olmuş hadisə də, yəni Dəhşət olmuş filmdir bəli o. və qərbə nə olur? Baxın, maraqlı nə, maraqlısı nədir? Ərinə deyir, əri hamını ayağa qaldırır, qardaşlar gəlir, bunu Reaksiya görürsünüz. döyürlər, sındırırlar, əzirlər. Ər deyir, mən boşanıram və boşanırlar. Maraqlı nədir? Baxın, deyir, üstündən 6 ay keçmişdi ki, yolla gedirdim, oğlan çıxdı qabağıma. Və mən oğlana baxdım, belə salam verdim, o salam verdi. Və sonra anladım ki, sən deməm, mən bunu sevmirmişəm, bu çox adi bir adammış Boşluğa mənim düşüb, üçün. boşluğunu doldurub. Boşluq. Və siz təsəvvür ki, bir dənə Gəlin bir yanlış dəqiqə. etiraf. Aha, burada da bir sual. O boşluğa düşməsində səbəb həyat yoldaşı olmasın? Bəli, əlbəttə. Yəqin ki, o detallara mən girmədim. Yəni hadisəni. Girməliydi, sonra gəlib bu barədə danışmaq. Yəni burada qarşılıqlıdır. Hər şey qarşılıqlıdır. Biz təfli baxmayaq. Ona Yox, görə ailələrdə Richard boşluqlar Gere'in yaranmamalı. filmi var idi. etrafa görə deyirəm mən. bəli. Orada da bax belə gözəl ailə, 2 uşaq, o filmin adını bilsəm mən gedib bugün baxardım o filmə. Dəhşətə gəlirəm. Cavan bir idmançı oğlana dəli kimi onlar Sadəcə amma olaraq görüşür, təbii mən sevirlər. Burada görüşmür. Belə Burada Richard görüşmür. Gere gəlir oğlanı öldürür, Bilmirəm, xalçaya başına sürür, başına bastırırlar. nə- Amma bu Ailə- mövzu deyil, bu başqa Hə, mövzu. O yəni- xəyanətdir də, o Sadəcə təmiz təbliğ xəyanət. mənim demək istəyir ki, bəzən etiraflar belə ailələrin davamı. Yəni lazım, bəzən hazır deyilsə eləmək olmaz. Bizdə o şey yoxdur. budur. Etirafı qarşı tərəf qəbul etmir. Bax, Hazırlıqlı Psixoloqlar da olmaq bunu lazım. O da düşünür. daha pisdir, Etraf bir onu müddət eləyirsiniz. sonra eşitməyi. Hə, yəni əlbəttə pisdir. Mən O deyirəm daha ki, pisdir də, yəni məncə, daha hazırlaşdırıb demək lazımdır. Yəni əgər etiraf eləyəcəksənsə, Boşanmalarda da beynin belədir. informasiyanın qəbulunla bağlıdır. deməli mən indi gəraya bir sual verib keçirik reklama, keçəcəyik reklama. Bu bölümün sonu, yəni də ümumiyyətlə serialımızın sonunda mövsüm finalına çıxır. Gələn il inşallah davam edəcək. Amma bilirəm ki 400-cü bölümdə artıq bir belə deyək də aktyorlar sıradan çıxır. Biri ölür, biri belə olur, belə bir kütləvi qətliam olacaq. Yeni mövsümdə gözlədiyimiz, izlədiyimiz, darıxdığımız aktyorlar artıq olmayacaq və yeni simalar bizim serialımızın reytinginə təsir edəcək. Tamaşaçı qaçacaq, yoxsa qalacaq yeni o serialda? Bu barədə biz az sonra öyrənəcəyik, reklama baxaq. Da, sualı təkrar edim. Zəhmət olmasa sualı təkrar. Deməli belə diqqət təkrar biliyin anasıdır deyib keçirik ana xəttə, ana süjetimizə. Xəyanətdən sonra verilişində xəyanət serialını bilirsiniz ki müzakirə edirik və yeni mövsüm artıq 401-ci bölümdən başlayacaq, elə deyilmi? Bəli, davam edəcək. Çünki 400-cü bölümdə elə aktyorlarımız var ki, onlarla sağollaşacaq. Yəni biri öləcək, biri nə olacaq bilmirəm. Artıq yavaş-yavaş dedim sıradan çıxır. Bu mən məsəl üçün izləyirəm də, mən bu aktyoru sevirəm, ona sevirəm. Artıq yeni mövsümdə onları görməsəm, darıxmağa başlayacağam. Mənim kimi 1000 tamaşaçı var. Bu sizin reytinginizə təsir edəcək ya yox? Mən çox sadə bir cavab vermək istəyirəm. Bu boyda sualın qabağında sadə bir cavab durub boğaram səni burada. Qısa konkret. O seriala ki bu əllər yazır, o reyting həmişə zirvələrdə olacaq. Çox təvazökarlıqdan Ay, əl demişəm. Çörək ağacımı sizə verirəm. Ay, ləkdərisindən razı bu əllər yazır. Bəli. Amma biraz da bir dramatikləşdirərdim. Biraz da dramatikləşdirərdim. Doğrudan zarafat edilir. Ya mən deyim sizə. Hə. Önəmlidir, çox önəmlidir. Çünki bizdə baxın, bu ikinci sezon, birinci sezondan daha qat-qat üstün oldu. Ümumiyyətcə, efir məkanı başlayandan bir dəfə də olsa reytingdən düşmür. Bəli, bu çox önəmlidir. Mənə elə gəlir önəmlidir. ki, Azərbaycan televiziyasında olmayıb belə bir şey. Onu saxlamaq Yəni lazımdır. bir sezon boyu bu ikinci mövsüm gedir. Birinci mövsümdə reytingdə olurdu, arada düşürdü 2-yə, olurdu 1-ə. Sonra bir period oldu ki, o da başladı. Özdə gündəlik serialda. Gündəlik serialda. Həftədə bir dəfə gedən Məsələ deyil. odur. Biz məsəl üçün birinci sezonda biz elə kütləvi qətliyam var idi. Ona yaxın bir şey var idi. O personaj çıxdı, o getdi, bu getdi. Bax bu mövsüm mənə elə gəlir ki, bu indi hər şeyində zarafat edirəm, senaridir. O senari də önəmlidir, rejissor da önəmlidir, hər şey önəmlidir. Bəli. Ancaq belə də gələn aktyorlar yaxşı aktyorlar idi. Hansı ki, hamısı da rolun
üstəsindən gəlirdi. Bəli, bəli. Yəni o çox önəmlidir. İndi düşünürük ki, 3-cü mövsümdə yeni yaxşı aktyorlar gətirək ki, o marağı saxlaya bilək. Gərək özün də mi iştirak edirsən aktyor seçimində? Məsləhətləşirik. Mən bir dəfə demişdim, bizdə daha çox aktyor Cövdət sferanın içindədir Bir deyə. də rejissorun da... Təbii ki də, yəni Cövdətdən gəlir çox vaxt təkliflər. Rejissor təbii ki, məsəl üçün, Fatiməni də, deyək, ümumiyyətcə heç yerdə çəkilməyən aktrisidir. Çünki orada da Aynuru da elə. Məsəl üçün, rejissor Pərviz dedi ki, məsəl üçün, bu yaxşıdır, bəs riskli deyilmi? Yaraşır, o qıza o rol çox yaxşı yaraşır. Mən də iştirak edirəm. Demək olar birinci sezon hamımız bərabər iştirak edirik. İkinci sezon biraz Pərvizlə, rejissorla Cövdətin özü daha çox belə qabardı. Belə də. Və onda bizə inanmaq qalır ki, 3-cü mövsümümüz daha gözəl olacaq. Gözləyəcəyik əlbəttə və bir mövsüm getdi, o bir mövsüm qayıdan bir aktrisamız da oldu. Qonağımız da idi, Ülviyə Xəlilbəyli və Dilarə rolunun belə deyək də oynayan aktrisası, ifaçısı, nə cür istəyirsiniz deyək. Və Dilarə ilə belə gəlməyib, Dilarəyə də Dilarə deyərlər. Bilirsiniz ki, çox da deyirlər, ay dostluq, keçən dəfə elə biz dedik ki, çox qəşəngdir, yoldaşlıq etmək olar, amma dostluq yox. Bəli, burada Dilarənin bir məqsədi var, Turala yaxınlaşmaq. Ha desək ki, Tural belə deyil, elə deyil, içindədir, evindədir, ailəsindədir, işindədir. Mələklə artıq belə toqquşurlar. Yaxşı bir vəziyyət deyil. Amma görək də Tural da nə edəcək? Bir dənə o hissəni izləyək. Sən öldürmüsən ya, bu işləməkdən ötürü ölürsən də sən. Yox da elə deyil. Sadəcə olaraq boş qalmaq istəmirəm. Çünki darıxıram tək. Bildim, yəni gəlmirsən gül kimi gəz elə də, yəni nə ehtiyac var ki, işləməyə. Ölürsən, nə işləmək üçün? Mənim indi yadıma düşdü. Aynurla bir yerə getməliydim. Ona görə durum, siz rahat oturun. Gözlə aparacam da, gedərik. Sağ ol, Dilarə. Gözlə gələn. Neyin işləyirsən? Neyinirəm ki, mən başa düşmədim. Belə yaxşı da, görmürəm ki, qısqanırsan. Səncə normal hal deyil Tural qısqanmağım? Ay bala, bizim aramızda məsələ çoxdan qutarıb da. Tural, Dilarə sən keçmişin nişanlın olub, Biz bilirik ki, onun sənə qarşı hissləri var. Gedəcəyi halda işləmək niyə istəsin bəs? İndi təkdir də, darıxır, nə bilim, mən neyniyim ay bələk, sən də qəribə adamsan. Lap yaxşı da, mən nə deyirəm, işləsin bir yerdə işləyin də, rahat. Of, bir yerdə də işləmirik də, bir dəqiqə deyəm. Neysə, Tural, maraqlı deyil, mən gedirəm. Mələ, bir dəqiqə gözlə də, adam əsəblərini oynama cəmaatın içində. Ged otu maşına bir yerdə gedərik. Ged. Ged maşından hesabı ödəyim, gəlim. Deyirəm ki... Qadın böyük qüvvədir. Gərək oradan belə deyir o belə, çox belə İncə xımır-xımır gülür. Mən də Şübhəli burada söz gözlərlə deyirəm, baxır. şübhəli gözlər. Deyirəm ki, o ciki-biki məsələsi var. Deyirəm, siz kişilərin insan cikini bilir. Mən, məsəl üçün, necə nəfəs alırsan, artıq bilirəm ki, nə eləmək istəyirsən. Təbriz müəllim də deyir ki, bu da bir istedaddır. Bəli, təcrübə və istedad. Yəni, baxış bucağı. Daha çox təcrübədən yaranan bacarıq. Safdır, kişilər pişik kimidir. Olduqca. Sən mənim, sənin saf canına quzu gəlsin. Gəlin, mən də heç bir heyvana bənzətməyək. Yəni, bilirsiniz, burada əsas məsələ nədir? Baxın, mən hər zaman deyirəm, xanımları aldatmaq mümkün deyil. Heç. Deyil, niyə aldatmaq mümkün deyil? Çünki xanımda sağ və sol beyin yarımküre əla işləyir. Bugün Tez də görə test bilirlər. elədiniz. Bəli, tez görə bilirlər hər şey. Xanımların bir dənə bəlası var, problemi var. Nədir? Öz-özlərini aldatmaq. Yəni, öz-özlərini aldadırlar. Yox, elə deyil, belə deyil. Görür amma göz yumur. Çox xanımlar elədir. Bilirsiniz, xanımlar itkini, yəni həmişə göz önünə alırlar. Kişilər ala bilmirlər. Kişi çox vaxt konkretdir. Gəlir ki, belədir, elə deyil. Və maraqsımdır ki, o xanım da məhz o həmən Tural bəyi o elə bir vəziyyətə salır ki, oradan çıxa bilməsin. Tural konkret deyə bilərdi ki, mələyə xatir, deyər ki, yox. Bizim yəni iş yoxdur da, başqa yerdən ara. Demək istəmir. Deməli, nəsə məqsədli vəziyyətdə qalır, amma məncə daha çox orada. Çıxmaz vəziyyətdə qalır. Kişilər dedim axı, onun xətrinə dəymir, amma sevdiyi insana xətrinə dəydi.
Ürəyi Birinci yumuşaq. növbədə baxın, bir daha mən hər zaman bunu deyirəm. Tağım əlim demişkən, Tağım həmişə belə əlim vurur deyir də, mən həmişə belə deyirəm. Birinci öz yaxınlarınızın qədrini bilin. Öz doğmalarınızın. Ondan başlayın. Yoldaşınızdan ötürü heç kimdən keçməyin. Övladınızdan ötürü heç kimdən keçməyin. Ən yaxşı, sizə bax necə böyümüsünüz. Yaxşı şokoladları kimə verilir? Qonşuya, qonağa. Birinci övladınıza verin, doğmalarınıza verin. Onları sevin ki, onlar güclənsin. Ətraf gücləndi, siz də güclü olacaqsınız. Bu gözəl mesajdır. Evdəki şokoladı övladlarınıza verin. Mən sizə bir şey deyim, elə oyla da yekunlaşdırıram. Hardasa, nə bilim, bir 7-8 il əvvəl yay tətilinə çıxdıq, indi yekunlaşdırıram. Və məzuniyyət olan anda iş yox, pul yox, bir şey yox. Və uşaqlar gəldi ki, ay mama, bəs evdə iş də yoxdur yeməyə. Baxdım ki, pul da yoxdur. Dedim, mücrünü gətir, şkatulka deyil, nə mücrünü gətir. Gördüm ki, biraz belə qırqızıl var, alsı keçət. Dedim, aparımsın, sat. Zəng elədi oğlum ki, mama, haradasa bir 600 manat pul elədi. Dedim, gətir, gedib bazarlıq eləyə, gez eləyə. Yəni, həqiqətən, onu düz deyir. Yəni, mən uşaqlarıma görə özümə cavab deyəmdə, heç nəyə gözümə durmadan hər şeyi sataram, amma onlar üçün yaxşı olsun. Mən çünki evladlarımı çox sevirəm, onlar da onu bilir. Sevin, həqiqətən bu çox önəmlidir. Sevgi çox önəmlidir. Salamat qalın.